Evet, bu qiymata, bu kadar ucuz qiymata 2 tane pizza almaq olar ha. And ol Allaha, siz olun, mən də mən. Bilmədiyiniz, qiymatını bilmədiyiniz şeyi almayın qardaş. Aha, qonşu deyirik, iş yerimizə yaxındır. Pizza sifariş etmək istədik, getdik. Dedi, sizə indirim var 10%. Dedik, əla, süper. Korotçe, 2 dənə pizza seçdik. Biri qırıtqalıdır, biri də ki, töyük ətdir. Sifariş verdik, həmin o sifarişdəki 2 dənəsi çox ucuz oldu. İndi sizlə paylaşacağım bunu. Belə hal-hazırda da gözlədirlər. Gözlər hələ tam pişməyib, amma baba yerdə. Gözəl yerdir, yaxşı yerdir də. Prosta indi baxacaq, qiymətini axırda bölüşəcəm sizlə. Görün, 2 dənə pizza bizə neçəyə başa gəldi, neçə otur. Pizza yəni çox ucuz oldu, yəni həqiqətən də dəhşət ucuzdur. 2 dənə pizza. Yəni Porsche'da olanlar şoka düşəcək. Yəni bu qədər ucuzluq, bu qədər indirim, hələ ki bizimlə qonşudur, bizim də iş yerimiz bununla üzbəüzdür. Oradadır. İndi baxaq ki neçə olacaq. Hələ tam hazırda 5 dəqiqə gözləyir. İndi gözləyək 5 dəqiqəyə. Hal-hazırda pizzamız düzəlir. Çıxarırlar pizzayı. Çox maraqlandım. Dadını da çox interes eləməyə. Gördüyünüz kimi orada pizzamız hazırlanır. Görək indi pizzamızın qiyməti və dadı. Hələ də gözləyirik. Vallahi dostum Allaha. Yəni Avropada, Azərbaycanlı olduğum zaman atla gəzirik ya. Azərbaycanlı olduğumuz bildirir daha hala. Bax şəpişlərə bax. Ayaqlara bax. Məkana bax. Sifariş verdiğimiz yerə bax. Gəldiyimiz tipə bax. Aynen. Ha bizim pizza hala hazırlanmır. Gözləyirik. Pizzamızı da götürdük. Arada gedirik. Yavaş qırdıq kök ifadəsini ona. Yavaş. Qarasıya gedirik. Hal-hazırda da götürdük. Ha bu da bizim iş yerimiz. Bu sipariş verdiğimiz yer. Ay insan nə maraq. O birisi aş orada gözləyir. Ha. Görsən qiyməti neçədir? Gör evet, bu qiymata, bu kadar ucuz qiymata 2 dənə pizza almaq olar ha. Batacaqlar, orayı batıracaqlar axırda. Ha belə, ikisi də ki, aha. 100 dolu. 97-80. Bu qiyməti buna verərsin. Ha, hoş olanlar veriyorum. 100 dolar 97-80'e. 2 dənə pizza vermiyorlar. Ondan da cevizapkadan alıp onu kızdırıp yerdim buna. 5 dolar. Ala. Elə saç bunun birini 50 zlot almışam. Buna da var. Şəkildə böyük götürdü valla. Öyle. Bu ne de var? Bunu birini 50 zlot verirsen çimişdir. Bunu bir 50 almışam bakın. Bak bunu 50 zlot vermişim. Değil lan ikinciye bak. 50 dolar. Ha, buna da 50 zlot vermişim. Karıcı bu işine 100 zlot. Ala bak özde bu dile de bakıp diye loh düşünürsün. Loh. Siz lohsuz. Ya. Yani kola götü gel. Tuttun. Özümü biraz hərif kimi hiss elədim ondan Allaha. Hərif kimi, lox kimi hiss elədim. Siz olun, qiymətini örgənmədən heç pul verməyin. Valla verməyin buna bak. Sana boş şey. Allah, heç yemək də istəmirəm ya, hayfım ki. Bu nə tala? 50 zlot vermişəm buna. Bundan bizde de var. Nədən var ayqaba? Düzə, bu göydən bizə də var ha. Pendirdən bizə də var. Buna verdiğimiz pulu gedib Aysa, gedib eləmi gedib 2 dənə 10 zlota zapkadan ala bilərdik. Onu da şeydə Sonra elacibətlərdən sipariş versəydik sana. Neyse, 100 dəfə də elə yaman gəldi. Abi